Herkese salam, videoma ve kanalıma xoş gəlmisiniz. Deməli, bugün bir günlük vlog çəkəcəm. Gəlin o videomuza başlayaq. Anamla həm alışverişə gedəcəm, həm də dırnaqlarımı elətdirəcəm. İki də model arasında qalmışam. Hətta şəkillərini bura qoyacağam. Bilmirəm hansını elətdirəcəm, amma çox güman mavi olanı elətdirəcəm. Kombinim elədim, bu şəkildə oldu. İndi makyaj eləyəcəm. Bu tokanı saçımın qabağıma taxıram. Parfüm olarak bu parfümü sıkacağım. Deməli dostlar, indi alışverişdən gəldik, sizə aldıqlarımı göstərəcəm. Öncəklə belə bir lip gloss aldım, bu şəkildə. Kabronun qabından çıxartmışam, belə bir kabro aldım. Bu həqiqətən çox qəşəngdir, yəni telefonda çox gözəl qalır, sizə axırda göstərəcəm. İndi isə paltar alışverişimə baxaq. Belə bir şal var. Bir dənə toxta aldım. Biri bordo rəngdə. Belə. Burada ip detayları var. Biri ise qəhvəyi rəngdə. İndi bunları üzərimdə yoxlayacağım. Rəngdə kofta ilə bu şəkildə durur. İndi isə bordo olanı yoxlayaq. Əslində bordo ilə də yaxşıdır. Bordo kofta daha çox cins şalvarla yaxşı olar. Amma genel olaraq bəyəndim yəni. İndi dırnağımı elətdirməyə gedirəm. Üstündə mavi olan elətdirəcəkdim. Sadəcə son anda qərarımı dəyişdirdim və frenc elətdirəcəm. Benim də bu şəkildə oldu bu arada. Burada artıq salona çatmışam və manikür işini edirik. Orada yəni mən dırnağımın həqiqətən boyunu çox istədiyim kimi oldu. Dırnağımın son halı bu şekilde oldu. Ben çok beğendim. Tontiş.